Fikus bitkisi günəşi sevir, amma birbaşa günəş işığına məruz qalsa sola bilər. O günəş işığını dolayı yolla almalıdır. Buradakı çiçəklərin hərəsinin özünün xarakteri var, amma hamısının istəkləri ortaq bir şey var. Diqqət! Qayğı ilə yanaşmasan, səhlənkarlıq eləsən, onları itə bilərsən. İşim də belədir. Bu prinsipləri başlıca olaraq iş prosesimdə tətbiq edirəm. Plastik boru istehsalı sadə bir prosedur kimi görünsə də, səhlənkarlığı bağışlamır. Gərək istehsalın hər bir mərhələsinə diqqətlə yanaşasan.